bir neçə gündür gündəmdir. Azərbaycan Yazıçılar Birliyinin sədri, rəhbəri Anar, yazıcı Anar çağırış edib ki, kimlər ki Yazıçılar Birliyinin üzvüdür, gətirib üzvlük haqqını ödəsinlər. Və ödəməsələr 5 ildən artıq olanlar var ki, yazıçılar var ki, onlar ödəmir üzvlük haqqını. Deyir, onları üzvlükdən xaric edəcəm. Amma bu ədalətli bir qərar deyil. Mən bir neçə dəfə Anar müəllimə, mən də öz iradlarımı bildirdim ki, kişinin 10 kitabı var, kişinin 100 önəmli müəllif kitabı var, müəllifidir, nəyi var, amma yeməyə çörəyi yoxdur. Gəlin belə danışaq, düz deyirlər 15 manat nə puldur, 16 manat, amma böyük puldur. Heç də elə düşünmüyor. Təzədən Səxavət yazıcı, Seyran Səxavət münasibət bildirib ki, yazıcı Anar çox humanist adamdır, onun yerinə mən olsaydım. 5 ili gözləməzdim, son 1 il ərzində üzvlük haqqı ödəməyənlər hamısını birlikdən xaric edərdim. Hörmətli Seyran Səxavət, gənc yazıçıları, şairləri qəbul etmirsiniz. Amma yaşlıları da deyirsiniz, mən qəbul edərdim. Onda orada o Yazıçılar Birliyi kimə lazımdır? O qurum kimə lazımdır? Onda qurumu ləğvləyin. Anar müəllim də yaşlı adamdır da. Anar müəllim pis mənada demirəm. Yəni, doğrudan da artıq bəlli yaşınız var. Gedin onda oturun, əyləşin öz evinizdə rahat. İstiniz çayınızı için, nə bilim qəhvənizi için, dincəlin də. Deyir, mən hamısı. Onları oradan çıxarandan sonra Seyran Səxavət, orada Yazıçılar Birliyi heç kimə lazım deyil. 1-2 nəfər var, onlar da gətirib pulunu ödəyirlər, amma onlara da heç yazıcı, şair demək olmaz. Özünüz də bilirsiniz ki, kimlərdir. Təbii ki, istinad edirəm media bizim media xəbər verir ki, bu müsavat.com-a o da istinad edib açıqlamasında Seyran Səxavət deyib ki, xalq yazıçısı Anar Burzayevin üzvlük haqqı ödəməyənlərin Azərbaycan Yazıçılar Birliyinin xaric olunacaqları ilə bağlı açıqlamasına münasibət bildirib də, yenə də deyirəm, münasibət bildirib, kəskin. Mən Azərbaycan Yazıçılar Birliyinin üzvləri və hər il vaxtında bu haqqı ödəyirəm, üzvüyəm və ödəyirəm. Yenə deyirəm, Anar sərf edir. 5 ili gözləmək lazım deyil. Elə 1 il ödəməyənləri avtomatik çıxarmaq lazımdır. O bildirib. Yazıcı, üzvlər niyə üzvlük haqqı ödəməlidir sualına belə cavab verib. Bu, Azərbaycanlı olmaqla əlaqədardır. Bunun başqa bir cavabı yoxdur. İl ərzində 15 manat nədir ki? Seyran Səxavət, hörmətli yazıçımız, hamısını çıxarın üzvlükdən. Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxarın. Xaric edin. Onda Yazıçılar Birliyi olmayacaq. Yenə də deyirəm, sən də qeyd otur evində. Başa düşürüz, arada siz də gedib gəlir sonra. Sən də qeyd otur evində, Anar müəllim də gedib əyləşsin evində. İsti çayınız için mürəbbənlə, limonla. Məndən tövsiyə, əgər siz o yazıçılara hörmət qoymursunuz, kəskin sərt danışırsınız, təbii ki, cavab belə olar. Belə ədalətsizlik olmaz. İnsan ədalətli olmalıdır, düz qərar çıxardar.